hamı da ora afət yazır. Jurnalistlər də məni yığır. Ona görə mən elə Mübarizin öz dilindən orada necə göpladığını sizin nəzərinizə çatdırmaq istəyirəm. Necə göp danışır, sizi alladır. Qulaq asın. Mübariz. Heç mənim Afətdir. Necə şəxsi məndən... Sağ ol, çox sağ ol. Allah. Yaxşı günün olsun. Şimdi mənə bir video göndəriblər TikTok'dan. Çəkmirsən, deyirsən ki, bir xanım müğənni, dostumuz salamlayıram, gedib bir maşın salonuna mənlə getdi. Sonra görürəm efirdə qoluna manaf girib, gözünü bağlayıblar, qalinvagen gətiriblər, 50.000 dollar da ora borcu qalıb mənim dostlarımın. Axı, gözümü mənim bağlayıblar, qoluma da manaf girib də, söhbətə uyğun mən gəlirəm. Hamı da yazıb afət. Mən də indi canlıdayam ha, cəmaat eşitsin ha. Ki yəni sən orada... Bir an afətin adını çəkiblər. Yox, bilirəm, yəni mən deyiləm də, dediyim mən deyiləm. Amma məndən də başqa nəzərdən çatdırım ki, heç kimin qoluna manaf girməyib, nə də göz bağlanılmayıb. Mən maşını almışam, şəfidən almışam, səndən getməmişəm, gənclikdə şəfi var. Gürcistanlı səhv eləmirəmsə, mən qalinvageni ondan almışam. Yox, mən sənin adını sevməm. Mən səndən ümumiyyətlə mən maşın almağa getməmişəm, nə də borcum qalıb. Bilirəm. Onu yəqin indi aşıqsan da, özün üçün göp başlıq danışırsan da. Göp basır da. Göp elədiyini öz də boynuna aldı. Yəni, bu da bunun burası. Dediyim oldu ki, bunu mən bir hamıya cavab verə bilmirəm. Bu videonun əslində mənə zəng eləyən dəyərli səhifə adminləri, jurnalist dostlar, onlar üçün çəkirəm ki, indi bu da efirə çıxıb nəsə danışmalıdır da, indi bu da bizdə uşaq vaxt kənddə deyirdik ki, optusa maraqlıdır. Amma ümumiyyətlə, ola da bilərdi ki, lap bununla gedərdim, ola bilərdi, həyatdır da. Kişinin yanında o deyirləri el misaldır, nə bilim nə ilə. Yəni, kişi çıxıb, əgər o olubsa da sən onu çıxıb efirdə danışmağın, o yaraşmaz Azərbaycan kişisinə. Amma hələ olmadığı halda, gördünüz, özü də deyir ki, hə, mən dedim, göp basırsan da, efirdən sizə göp basır. Biri yazıb ki, ay Afət xanım, mən harınlamaq istəyirəm, necə edim? Yox, vallah, yaxşı şey deyil harınlamaq. Nərgiz Cavadova yazır ki, hələ elə edirlər ki, özlərinə sizlə reyting toplayırlar, nəinki onlar, nəinki. Olsun, reyting toplasın canım mənim, amma ən azından məni xəbərdar eləsin, mən də yalanını çıxartmayayım. Desin ki, belə bir reklama ehtiyacım var, deyəcəm. Orada əvvəla indi söyüş yox, təhqir yox, bir şey yox. Düzdür, böhtan var, yalan danışma. Məsələn, amma ki, heç olmasa məni xəbərdar eləyərdin. İndi bu nəyə bənzir? Mən də çıxım deyim ki, bir aşıq var. Sazı göyə atıb tutduğu üstə aşığın sazını alıb başına çırpdılar. Ad da çəkmirəm. Bunu, yəni mən də indi çıxım belə mi danışım? Olmaz axı, yəni mən belə ucuz, səviyyəsiz söhbətlərdə nə heç onu görmək istəmirəm, nə özümü görmək istəmirəm. Ola bilər, yenə deyirəm, insanlıq halıdır, borcum da qala bilər. Bəli, o maşını bir şey yaxşı eləyib ki, bilməyənlər də bildilər ki, o vaxtda da açdım, dedim ki, mənə maşın hədiyyə verilməyib. Mən öz zəhmətimlə almışam. Amma o baxımdan yaxşı oldu, ona görə mübarizə, aqressiyam yoxdur. Sadəcə olaraq indi ad çəkmirsən deyə, İkinci də elə bir şey yoxdur. Məsələn, mənim də ad çəkməyib danışdığım var. Kimsə öz üzərinə alarsa, mənim başqa bir insan haqqında danışmağım barədə sübutlarım var. Mən nə danışıramsa, sübutlarım var ki, filan deyil, filan kəsdir. Ad çəkmirsənsə, sənin argumentin olmalıdır ki, o deyil, budur da. Yəni. İndi ikinci elə bir insan da, müğənni də yoxdur ki, o qalinvagen alsın. Qoluna da Manaf Ağayev girsin, verilişdə də maşın gəlsin. İndi güya bu... Nəsə söz deyib də.